Salam əziz dinləyicilər. Mən Mehman müəllim, sizin tarix müəlliminiz. Bu gün sizə 7-ci sinif Azərbaycan tarixi dərsliyindən birinci mövzunu, yəni Azərbaycanın erkən orta əsrlərdə Azərbaycanda feodalizm münasibətlərinin inkişafı mövzusunu izah eləyəcəm. Biz burada gördüyünüz kimi başlıqlar qeyd eləmişik və bu başlıqlar üzərindən mövzumuzu izah eləyəcəyik. Ümumiyyətcə, ilk olaraq qeyd eləyək ki, Azərbaycanda feodalizm münasibətləri 3-cü əsrdə yaranmışdı. 19-cu əsrin ikinci yarısına qədər davam eləmişdi. 6-cı əsrdə isə Azərbaycanda feodal münasibətləri inkişaf eləyirdi və kənd icmalarının torpaqların feodalların əlinə keçirdi və torpaqsız qalan icma üzvləri isə asılı kəndlilərə çevrilirdi. Biz burada deməli qeyd eləmişik feodal münasibətlərinin yaranması, qeyd elədik feodal münasibətlər 3-cü əsrdə yarandı. Feodal münasibətlərinin inkişafı isə 6-cı əsrdə davam eləyirdi və bu dövrdə biz iki əsas torpaq mülkiyyət formasını qeyd eləyə bilərik. Dastakert torpaq mülkiyyət forması və xostak torpaq mülkiyyət forması. Dastakert feodalların irsi torpaq sahibliyi idi. Xostak isə şərti xarakter daşıyırdı, yəni hərbi xidmət müqabilində verilirdi. Bundan əlavə, bu dövrdə həm Azərbaycanın şimal hissəsində, göründüyü kimi burada xəritədə biz qeyd eləmişik, Azərbaycan bu hissələri, şimal hissəsi, yəni Albaniya, deməli, sarı rəngdə verilən hissə isə buradan cənub hissə Adurbaqan, yəni Atropatena dövləti yerləşirdi. Azərbaycanın həm şimal hissəsində, həm də cənub hissəsində feodal münasibətləri eyni cür, yəni oxşar şəkildə inkişaf eləyirdi. Növbəti başlığımızla davam eləyirik. Burada qeyd etmişik 1-ci Xosrovun islahatları. Sasani hökmdarı 1-ci Xosrov Ənuşiravan islahat keçirir. Bu islahata əsasən, deməli, uşaqlar, qadınlar, qocalar, hərbiçilər, kahinlər və məmurlar, bu saydıqlarımız təbəqələr can vergisindən azad olunur. Həmçinin 1-ci Xosrov Ənuşiravanın islahatlarında burada qeyd etdiyimiz xostak, yəni şərti xarakter daşıyan torpaq mülkiyyət formalarının da sayı artmağa başlayır. Eyni zamanda Xosrov Ənuşiravanın islahatlarına əsasən biz burada qeyd etmişik sahibsiz torpaqlar. Bu sahibsiz torpaqlar hərbiçilər arasında bölüşdürülür. Və həmçinin biz burada digər bir başlıq qeyd eləmişik. Feodal münasibətlərinin möhkəmlənməsi. Feodal münasibətləri deməli, başlığımız üzərindən davam edirik. Feodal münasibətlərinin möhkəmlənməsi. Feodal münasibətləri 6-7-ci əsrlərdə daha da möhkəmlənirdi və az öncə də qeyd elədik ki, Azərbaycanın həm şimal hissəsində, həm də cənub hissəsində feodal münasibətləri oxşar şəkildə eyni cür yaranıb inkişaf eləyirdi. Növbəti başlığımız üzərindən davam edirik. Sasanilərin köçürmə siyasəti. Ümumiyyətcə, həm Sasanilər Azərbaycanda, həmçinin də ərəblər Azərbaycanda köçürmə siyasəti həyata keçiriblər və bu köçürmə siyasəti də eyni məqsədlə olmuşdu. Yəni, biz burada əsasən iki məqamı qeyd eləyə bilərik. Özlərinə etnik dayaq yaratmaq və Azərbaycandakı mövqelərini möhkəmləndirmək məqsədi daşıyırdı. Xüsusilə də Sasanilər fars dilli tayfaları köçürüb gətirirdilər və burada da Sasani şahları həmçinin Azərbaycanın Xəzər sahili bölgələrində öz mövqelərini möhkəmləndirmək və buradan bu hissədən xüsusilə, yəni şimal hissəsindən türk axınının önünü kəsmək üçün müdafiə divarları deməli inşa etdirmişdilər. Biz burada həmin o müdafiə divarlarından birinin şəklini görürük. Dərbənd səddidir və videonu saxlayıb da bu Dərbənd səddi haqqında məlumat əldə eləyə
bilərsiniz, 6-cı əsrin ortalarında Sasani dövləti Dərbənd keçidi üzərindən nəzarəti daha da gücləndirir və divarının qalınlığı 8 metr olan bu möhtəşəm divar günümüzə qədər də gəlib çatmışdı və bu möhtəşəmliyinə görə Dərbənd səddini Dəmir qapı Dərbənd də qalası adlandırırlar. Növbəti başlığımız üzərindən davam eləyir. Qərbi Avropa ilə fərqli cəhətləri, yəni Azərbaycanda olan feodal münasibətləri ilə Qərbi Avropada olan feodal münasibətlərinin fərqli cəhətlərinə nəzər salacağıq. Deməli, Azərbaycanda feodal münasibətlər 3-cü əsrdən başlamış, 19-cu əsrin ikinci yarısına qədər davam etmişdi. Qərbi Avropada isə 5-ci əsrdən başlamış və 17-ci əsrin ortalarına qədər davam etmişdi. Göründüyü kimi Azərbaycanda feodal münasibətləri tez yaranıb, gec süqut eləmişdi. Avropada isə gec yaranıb, tez süqut eləmişdi. Növbəti fərq, kəndlilər feodallardan şəxsən asılı deyildilər. Azərbaycanda kəndlilər feodaldan şəxsən asılı deyildilər. Ümumiyyətlə Azərbaycanda asılı münasibətlər olmayıb. Avropada isə kəndlilər təhkimli idi, yəni feodallardan şəxsən asılı idilər. Azərbaycanda asılılıq münasibətləri torpağa görə olurdu, amma kəndlilər şəxsən feodaldan asılı vəziyyətdə deyildilər. Növbəti feodalların, Azərbaycandakı feodalların şəxsi təsərrüfatı demək olar ki, yox idi, çünki təsərrüfat düzəltmək onlar üçün əlverişli deyildi. Avropada isə feodalların xüsusi təsərrüfatı var idi. Və dediyimiz kimi feodalların xüsusi təsərrüfatı yox idi Azərbaycanda, çünki təsərrüfat düzəltmək onlar üçün əlverişli deyildi. Bunun üçün böyük xərc tələb eləyirdi. Ona görə də Azərbaycanda feodalların xüsusi təsərrüfatı yox idi. Avropada isə feodalların xüsusi təsərrüfatı var idi. Növbəti başlıq üzərindən davam eləyirik. Xalqımızın formalaşmasında önəmli amillər. Biz bu amilləri bir-bir qısa şəkildə qeyd eləyəcəyik. Deməli, ilk olaraq biz burada qeyd eləmişik dil birliyi. Qeyd eləmişik. Dil birliyi ümumiyyətcə xalqın formalaşma prosesində çox mühüm amillərdən biridir. Yəni, eyni dildən, eyni soy kökdən olan türk tayfalarının erkən orta əsrlərdə Azərbaycan ərazisində məskunlaşmaları onların tez bir zamanda qaynayıb qarışmasına və Azərbaycan əhalisi üçün vahid ünsiyyət vasitəsinə çevrilir və bu baxımdan da vahid xalqın yaranması prosesində dil birliyi çox mühüm amildir. Bundan əlavə, həmçinin dil birliyinə aid burada bir mənbəmiz var. Ona da gəlin birlikdə nəzər salaq. Həm bu mənbəmizi qeyd eləmişəm. Erkən orta əsrlərdə Hun, Basil, Bulqar, Sabir, Xəzər və digər türk tayfaları Dərbənd keçidindən cənuba yürüş edərək, Dərbənd keçidi bu hissədir. Keçid edərək, cənuba yürüş edərək Azərbaycan torpaqlarında məskən saldılar. Sonrakı yüzilliklərdə ölkəmizdə qədimdən yaşamaqda olan yerli türk tayfaları ilə qaynayıb, qarışıb və vahid Azərbaycan xalqının formalaşmasına səbəb olmuşdular. Eyni zamanda erkən orta əsrlərdə Azərbaycan şimalında, cənubunda vahid dövlətin birləşdirilməsi bu prosesə müsbət təsir göstərir. Ölkəmizin bölgələri arasında iqtisadi, siyasi əlaqələr genişləndi, etnik mədəni birliyin təşəkkülü baş verdi. Eyni zamanda yad ellərə qarşı bu tayfaların birləşməsi mübarizəni daha da asanlaşdırmışdı. Bu dövrdə deməli, dediyimiz kimi dil birliyi həmin o vahid xalqın formalaşmasında mühüm rol oynayır və Azərbaycan xalqının təşəkkülündə çox mühüm amil kimi qeyd olunmalıdır, xüsusilə də xarici işğallara qarşı mübarizə aparmaqda. Növbəti başlıq kimi burada qeyd eləmişik ərazi birliyi. Ərazi birliyi də təbii ki, vahid xalqın formalaşması prosesində çox mühüm amil kimi qeyd olunmalıdır. Çünki eyni bir əraziyə malik olmaq, vahid bir ərazidə birləşmək, bu da ölkənin xarici işğallardan qorunmasını asanlaşdıran səbəb kimi qeyd olunmalıdır.
7-ci əsrdə Azərbaycanda, yəni ərəb işğalı ilə əlaqədar türk ədəbi dili formalaşmağa başlayır. Türk ədəbi dili formalaşmağa başlayır və Azərbaycanda xüsusilə də 7-ci əsrdə biz Kitabi Dədə Qorqud dastanını qeyd eləyə bilərik ki, Azərbaycan türkcəsinin böyük inkişafının yolu keçdiyini sübut eləyir. Kitab Dədə Qorqud haqqında qısa olaraq məlumat vermək istəyirəm ki, Dədə Qorqud eposu 7-ci əsrə aiddir və eyni zamanda Oğuz elinin həyat tərzi, onların yaşayış tərzi, düşmənlərə qarşı mübarizəsi, həmçinin Oğuz elinin adət-ənənəsi və bəzi məsələlər haqqında da çox geniş, müfəssəl məlumat əldə etməkdə Kitab Dədə Qorqud dastanı da mühüm mənbədir. Növbəti başlığımız dini birlik qeyd etmişik və az öncə də qeyd etdik ki, 7-ci əsrdə ərəb işğalı ilə əlaqədar Azərbaycanda dini birlik yaranır. Yəni Azərbaycanda olan türk tayfaları, həmçinin gəlmə tayfalar da İslam dinini qəbul edirlər, dini birlik yaranır və xüsusilə də Azərbaycanın bütün vilayətlərində, xüsusilə də düzən bölgələrində İslam dini geniş yaranır, inkişaf eləyir. Amma dağlıq və dağətəyi bölgələrdə bu yeni dinə qarşı mübarizə davam edirdi. Deməli, Sasani şahları, təbii ki, biz burada qeyd elədik ki, Azərbaycanın həm şimal hissəsi, həmçinin cənub hissəsi Sasanilər imperiyasının tərkibində idi və Sasani şahları isə xristianlıq dinini, məzhəbini təqib edirdi və ciddi cəhdlə atəşpərəstliyi yayırdılar. Yerli əhalinin tanrıçılıq dini inanclarını qorunub saxlanmaqda israrlı olması da xristianlığın yayılmasına və möhkəmlənməsinə imkan vermədi. Biz burada digər bir mənbəmizi qeyd etmişik. Qafqazda ilk xristian məbədi Qarabağda, söhbət bu mənbəmizdən gedir, qədim türk tayfalarının olan Sakların adı ilə bağlı idi və deməli, Ərsakda yaradılmışdı. Xristian məbədlərimiz erməni işğalı altında olduğu zaman ermənilər bu məbədlərin üzərindəki, gördüyünüz bu məbəddən gedir söhbət, bu məbədin üzərində bəzi saxtalaşdırma aparmışdılar və dünyaya erməni abidəsi kimi təqdim etməyə çalışmışdılar. Ərsak erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsində sak ərinin deməli, mənasını bildirir. Ərsak, yəni sakın əri mənasını bildirir. Ermənilər isə öz mənfur niyyətlərini tarix boyu həyata keçirmişdilər. Saxtakarlıqla ərsaq sözünü dünya ictimaiyyətinə artsaq kimi təqdim etməyə çalışmışdılar. Eyni zamanda biz burada İqtisadi Əlaqələr Birliyində qeyd etmişik. Xalqın formalaşmasında İqtisadi Əlaqələr Birliyi də çox mühüm amillərdən biridir. Həmçinin biz sonraki mövzularımızda xanlıqlar mövzusunda xüsusilə də qeyd eləyəcəyik ki, 18-ci əsrin ortaları, ikinci yarısında Azərbaycan dövlətinin vahid dövlət halında birləşməməsinin bir səbəbi kimi iqtisadi əlaqələrin zəifliyi məsələsini də orada qeyd eləyəcəyim. Xüsusilə xarici dövlətlərin müdaxiləsi və iqtisadi əlaqələrin zəifliyini də qeyd eləyəcəyim. Bu saydıqlarımız məsələlər vahid xalqın formalaşması prosesində mühüm amillər kimi qeyd olunmalıdır. Deməli, dil birliyi, ərazi birliyi, dini birlik, mədəniyyət birliyi və iqtisadi əlaqələr birliyini də qeyd eləyə bilərik. Mövzumuzun sonunda Kitab Dədə Qorqud dastanının Heydər Əliyev tərəfindən 2000-ci ildə 1300 illik yubileyi ilə bağlı deməli, fərman vermiş və bu mənbəni də videonu saxlayıb oxuya bilərsiniz. Bu mövzu ilə əlaqədar mənim izahım bu qədər. Uğurlar hər birinizə.